Əvvəllər belə bir vəziyyət alınanda çox əsəbləşirdim. İndi artıq dərhal çözümü var deyə heç əsəbləşmirəm. Gəlin indi hətta qurumuş yağların necə təmizlənməsini müşahidə edək. Buna baxın. Heç bir əziyyət çəkmədən, heç az da olsa əsəbləşmədən anında bax bu məhsulla mən təmizlədim. Baxın, göz önündədir. Ona görə də hər birinizə tövsiyə edirəm ki, bu məhsulu sınavdan keçirin. Sınavdan keçirməsəz effektini də bilməyəcəksiniz.